أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين، أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuh. Qəlbi korlayan amillər adlı dərsimizin ikinci hissəsində qəlbi korlayan səbəblərdən olan arzular barəsində danışacaq ki, məşhur böyük İslam elm adamlarından olan İbnül Qayyim rahimehullah bunu qəlbi korlayan amillərdən görmüşdü və gerçək də budur. Arzular. Əslində arzulamaq günah deyil. Burada günahdan söhbət getmir. Burada kontrol olunmayan arzulardan söhbət gedir ki, o arzular insan qəlbini məşğul edir. İnsan qəlbini Allahdan uzaqlaşdırır. İnsanı dünyaya daha ciddi şəkildə bağlayır və beləliklə də o insan axirətini unudur. Bəlkə də bu günləri yeryüzünün insanlarının böyük əksəriyyəti bunun bəlasına düşmüşdü. Və hər birimiz də zaman zaman bunun bəlasına düşürük. Arzular bəlasına. Təbiidir, siz nə qədər insan tanıyırsınız ki, onlar deyirlər, onlara deyəndə ki, axirət barəsində nə düşünürsən? O deyir, heç vaxtım yoxdur. Hər halda siz tanıyırsınız belələrini. Heç vaxtım yoxdur. Mən onlar barəsində düşünmürəm. Mən gerçək, fakt, yaşadıqlarım barəsində düşünürəm. Övladlarımın işi nə olacaq, mənim işim nə olacaq? Bax, bunları düşünürəm. Bax, bunlarla o qədər baş qarışıb ki, daha doğrusu bu arzulara, nə olaydı belə edəydim. Nə olaydı filan şeydə edib bitə bilərdim. Dəyərli insanlar, arzular sahili olmayan dənizdir. Konkret bu belədir. Allahın Resulü sallallahu aleyhi və səlləm arzuları bir şeyə bənzətmişdi. O yeryüzündə, yerin üstündə bir xət çəkir. Uzun bir xət. Deyir, bu bizim arzularımızdır. O xəttin baş hissəsindən üfüqi bir xət çəkir. Onu, o xətti kəsən xət. Deyir, bu isə ölümdür. Arzular uzanır, bir zaman ölüm gəlir. Ölüm gələndə hələ də nə qədər arzular qalmış olur. Həqiqətən də bu belədir. Biz öləndə hər birimiz könlümüzdə neçə arzularla ölüb gedəcəyik. Onlar bizdən sonra kimsə onu gerçəkləşdirəcək, yoxsa yox, o Allaha qalmışdı. Burada arzuların qadağan olunmasını demirik ki. Yəni, bu o demək deyildir ki, arzulamaq olmaz. İnsan arzulamasa nə yaşayar ki? İnsan çox zaman onun yaşamasında səbəblərdən biri də arzuları olur. Və bəzən arzular insan həyatına zövq qatır. Amma kontrollu və çox qısa, uzun zaman deyil, uzun vadeli arzular. İnsan vardır, 100 ilin arzusunu fikirləşir. Dövlətsən bəyəm? Dövlətin belə planı olar. İnsan həyatında bu qədər uzun bir arzu olmamalıdır. Hələ övladı yoxdur, övladım olsa, onun üçün nəyi necə edərəm, o necə olacaq, kiminlə evləndirəcəyəm. Sən bax, sən nə bilirsən ki, o böyüyən o övlad hansı zövqdə olacaq, hansı düşüncədə olacaq? Sən uzun illər onun üçün bir şeylər hazırlayırsan, bir də görürsən ki, o özü ərsəyə çatanda səninlə razılaşmır. Sən onun həkim olması üçün nələr etdin, o uşaq gəldi, müəyyən yaşa çatdı, mühəndis olmaq istədi. Dedi ki, mən heç vaxt həkim ola bilmərəm. Olmuram. Və yaxud da ki, sən biri ilə övladlarınızı evləndirəcəksiniz deyə neçə illər plan cızdın,
Övlad gəldi ərsəyə çatdıqda dedi ki, mən onu sevmirəm. Evlənmək istəmirəm onunla. Bax, görürsənmi, sənin illərini həsr etdiyin, onun üzərində dayandığın arzular bəzən puç olur. Bunun puç olması, bu o demək deyildir ki, övlad onu istəməsə çox pis olacaq. Yox. Ola bilər ki, sənin üçün də çox asan oldu. Onun istədiyi başqa arzuya çevirdin. Bax, burada məsələ nədir? Sənə bu qədər lazım deyil çox-çox uzaqları düşünmək. Sən mərhələləri aşa-aşa arzula. İndi övladın var, arzula ki, Allahım, bunu sağ-salamat böyüdüm. Allahım, yardım et bunu sağ-salamat böyüdüm. Amma bunun gələcəyi üçün oturub saatlarla bu böyüsə nə olacaq, harada hərbi xidmət edəcək, bunu kiminlə evləndirəcəyəm, nəyi oxuyacaq, harada ev tikim bunun üçün. Yəni, bu qədər uzaqla işin olmasın. Sən bu qədər uzaqla qəlbini məşğul etmə. Sən qəlbini məşğul et, Allahım, mən səninlə görüşəcəyim gün nə ilə çıxacağım qabağına? Sənin Allah ilə görüşəcəyin gün elə bir gündür ki, həmən günün adı biri də Yevmul Həsrə, peşimançılıq günüdür. Bu, qiyamətin adlarından biridir. Peşimançılıq günü. Dəyərli insanlar, sayı hesabı olmayan insanların elə birisi olmayacaq peşiman olmasın. Elə birisi olmayacaq. Hamı peşiman olacaq. Niyə? Çünki mən dünyamı qurban verdim həyatıma. Yəni, yaşadığım müddətlərə. Yaşadığım həyatın içindəki bəzi amillərə qurban verdim bütün axirətimi. İndi Rəbbimlə görüşmüşəm, indi əsli əbədiyyətə qovuşmuşam, burada mənə lazım olanlar indi mənə çatmır. Bax, arzu dediyimiz orada da olur. Orada da insan arzulayır. Necə ki, Şüara surəsi 7-ci ayədə keçir. İnsanların bir qismi deyəcək, Allah belə etsin, biz onlardan olmayaq. Biz bu sözü deməyək, Allahım. Bir qrup insan deyəcək, فَلَوْ أَنَّ لَنَا كَرَّةً فَنَكُونَ مِنَ الْمُؤْمِنِينَ. Nə olaydı da Allah bizə bir dəfədə həyatı verəydi. Mən hökmən möminlərdən olaydım. Olardım. Deməli, arzular orada da bitmir. Amma orada çoxu peşimançılıq arzularıdır. Və biraz da gözəl arzular da olur. Yəni, ötəki dünyada belə. Necə ki, Yasin surəsi 26-cı ayədə keçən Yə leytə qavmi ya'ləmunə bimə qafara li Rabbi və cəaləni minəl mukremin. Nə olaydı da xalqım bilərdi ki, Allah məni necə bağışladı və məni nə gözəl qarşıladı. Kaş ki, mənim xalqım bunları bilmiş olaydı. Deməli, arzular bizdən heç zaman əl çəkməyəcək. Hətta ölümdən sonra belə nə olaydı da sözləri deyiləcəkdir. Ona görə də qəlbi öldürən amillərdən biri arzulardır. Arzuları düzgün kontrol etmək lazımdır. Düzgün kontrol etmək lazımdır. Çünki biz arzu dediyimiz həm bizim planımızdır da eyni zamanda. Bizim planlardır. Plansız insan olmaz ki. Əlbəttə planın olmalıdır. Amma planlarını zaman-zaman, yaşadığın zamana görə ayarla. Hissə-hissə get. Oturub gələcək, çox uzun gələcəyi düşünmə. Çünki qəlb elə şeydir. Bax, qəlbə biraz fürsət verdin, bir də görürsən ki, körpə uşaqdan başlamışdın, indi onun qocalığındasan. Ta o zamana qədər düşünmüsən. Necə olacaq, burası necə olacaq, o zaman necə olacaq. Bax, səni zaman aparıb götürdü gör haralara. Vaxt itirirsən. Bunun qorxulu tərəfi nədir? Sonra insan düşünür, birdən bunu edə bilmərəm. Edə bilməsəm necə olar? Həyəcan girir qəlbinə. Sən həyəcanlanma, hər zamanın öz dövrünün öz qanunları var.
Allah qanunları dəyişir. Neçə insanlar olmuşdur ki, necə özünə həyat qurmuşdur. Qanunlar dəyişdi, onun qurduqları heç nə oldu. Vaxt var idi, atalarımız bizim üçün ev tikmişdi. Atalarımızın o dönemdə tikdiyi ev o dönemin ən gözəl evləri idi. İndi evlərimiz dövrün ən pis evləridir. Elhamdülillah. Yəni pis bu mənada yox. Yəni insanların zövqü dəyişib, insanların dünya görüşü dəyişib. Artıq o zaman kimi düşünmürlər. İndi tamam başqa şey arzuluyur. İndi övlad deyir, "Çaş ki atam bu belə bu işi görməyəydi. İndi mənə lazım idi o." Bax, görürsənmi? Sənin vaxtında arzu eləyib tikdiyini indi övlad deyir, "Eş, niyə belə etdin? Niyə bu qədər böyük bir şey tikdin? Balaca olsaydı daha rahat olardı. Onu belə, bunu belə düzəldərdim." Deməli, sənin uzun arzuların, zamanını həsr etdiyin, ömrünü həsr etdiyin o arzuları sənin yeni nəslin bəyənməyəcək. Bununla çox məşğul olma. Daha xeyirli işlərlə məşğul ol. O işlərlə məşğul ol ki, qəlbin onunla fərəh tapır, sevinç tapır. Qəlbinə kiçik zaman arzuları ilə məşğul et və bir də ki, arzularının əsası bunun üzərində olsun. Bunun üzərində olsun ki, mən Allahın dostu olmaq arzusundayam və həyatımı elə qurmalıyam ki, mən sonuna qədər Allahın dostu olum. Allah da məni tərk etməsin. Qəlbini bu sevgi ilə məşğul et. Ey Allahın qulu, Allah sənin övladlarını, sənin plan cızdıqlarını Allah idarə edir. Allah şahiddir ki, Allah onu zamanında öz elmi ilə onu təmin eləyəcək. Bir qissə yadıma düşdü. Musa aleyhissalamın qissəsidir. Bu qissəni Allahın Rəsulü bizə rəvayət etməyib. Danışdığım qissə İsrailiyyə məlumatlarındandır, Yəhudi məlumatlarındandır. Amma Allahın Rəsulü bizə icazə vermişdir. Yəhudi məlumatlarından hansısı İslam prinsiplərinə zid gəlməsə danışa bilərsiniz. Hansısı İslam prinsiplərinə zid gəlsə onu danışmayın demişdi. İndi danışacağım bir Musa aleyhissalamın qissəsi də İslam'a tam uyğun olan bir qissədir. Bir gün Allah Musa aleyhissalama xəbər göndərir. Ey Musa, hazırlan, sevdiklərinlə görüş, ölümə gedirsən. Bir insan ölüm xəbərini eşitdikdə Musa aleyhissalam deyir, ey mənim Rəbbim Allah, sən məni həqiqətənmi öldürmək istəyirsən? Yəni mən hökmənmi ölməliyəm? Dedi, bəli ey Musa, mənə qovuşmaq istəyirsənsə o ölümdən keçir. Sənin də əcəlin çatmışdır. Qoşul, sənə deyilən yerə get. Görüş övladlarından. Musa aleyhissalam göz yaşlarıyla övladlarını yığır başına, hamısıyla görüşür. Ən son kiçik bir körpə uşağı var idi. Körpə deyildikdə, yəni ayaq üstə qalacaq bir dönəmdə. Onu bağrına basıb ağlayarkən qəlbində belə dedi, Allahım, bunun işi necə olacaq? Çünki onların həyat tərzi çox ağır idi. Çox çətin həyat tərzi yaşayırdılar. O dedi ki, Allahım, bunun işi necə olacaq? Bax, heç biri için demədi. Düşünürdü ki, onlar güclüdürlər, böyüdürlər. Bu körpə, bunun işi necə olacaq? Körpəni qoydu yerə və Allahın ona istiqamət verdiyi tərəfə yönəldi ki, orada canı alınacaqdı. O, dəniz sahili ilə gedirdi Musa aleyhissalam. Birdən Allah ona dedi, ey Musa, ayağının altında gördüyün o daş var ha? Dedi, bəli. Dedi, götür o daşa bax. O daşa baxdı. Dedi, hər tərəfinə bax. Baxdı. Dedi, orada bir dəlik, bir nəfəs yeri görürsənmi? Dedi, yox. Tam dairə bir daşdı, heç bir dəliyi yoxdur. Dedi, qır o daşı. Musa aleyhissalam o daşı qırdı. Dedi, onun içinə yaxşı bax, gör nə görürsən. Dedi, ey Rəbbim, bir böcək var burada. Böcək var deyir. Heç bir şeyi də görmür. Çünki qalıb bir yerdə heç yerə tərpənə bilmir. Dedi, bilirsənmi bunu sənə niyə öyrətdim? Dedi, nədir o ey Rəbbim? Dedi, sən o körpə uşağını
bağrına basıb ağladın, dedin, ha, bunun halı necə olacaq? Sən özünü məndən mərhəmətli bilirsən? Sən düşünürsən, mən düşünmürəm? Mən, daha doğrusu, qayğı göstərmərəm yaratdığıma? Mən, bax, o daşın içində o böcəyin qədərini yazmışam. O böcəyi o daşın içində yaşadıram. Yedizdirirəm, içizdirirəm. Sən isə mənim yaratdığım gözəl məxluq olan insanı yedizdirməyəcəyimi düşünürsən. Onun planları məndədir. Sən onun üçün nigaran olma. Sən öz hesabın üçün nigaran ol. Necə hesab verəcəksən? Rəbbin səni necə qarşılayacaq? Onun üçün nigaran ol. Hətta Musa aleyhissalamın öz həyatı. Məgər Musa aleyhissalam çayın üzərində beşiyə qoyulmuş, tərk olunmuş uşaq deyildimi? Allah onu dövrün ən böyük insanının evində yetişdirdi. Ən gözəl yeməklər yedizdirdi. Və sonunda nüfuzlu bir insana çevirdi. Deməli, dəyərli insanlar, arzular çox da səni qorxutmasın. Arzular bitən deyil. Amma şeytan ən böyük silahlarından biri də arzulardır. Arzular. İşi gördürür, sonra da deyir, çaş ki bunu belə eləməyəydim, burasını bu cür eləsəydim, lap yaxşı olaydı. Bilirsən, burada nə var? Naşükürlük. Ev tikib, gözəl evi var. Deməkdən ki, əlhəmdülillah deyir, bir dənə bunun burasını belə eləsəydim, lap əla olardı. İlla ki, bəzi nadanlar gəlib baxanda belə deyirlər, əla tikmisən, bir dənə burasını gərək belə eləməyəydin. Sanki öz həyatı hər nəyi qaydasındadır. Hökmən gərək gəlib bir söz desin ki, ev sahibinin qəlbinə şübhə salsın. Bununla da şübhə düşür. Halbuki dəyərli insanlar, nadanlıq etməyək, cahillik etməyək. Belə söz deyənə de, elə demə. De, əlhəmdülillah. De, mübarəkdir. De, Allah səni bu ev mülkünün içində gözəl həyat bəxş etsin. Gözəl həyat lazımdır. Gözəl sevinc içində yaşamaq lazımdır. Yoxsa ki, evin orası belə olsun, burasını belə etmək üçün o konfliktlər, o qanqaraçılıqlar, o xəstəliklər, narahatlıqlardansa ömür keçir. Nələri itirirsən? Ona görə də həqiqətən də qəlbi təhlükəyə salan, qəlbi məhv edən amillərdəndir. Təsəvvür edin, Qasas surəsi 79-cu ayədə keçir. Qarun qissəsi. Qarun dövrünün ən zəngin insanlarından idi. Ən zəngin insanlarından. Musa aleyhissalamın dönəmində yaşayıb. Qızılı əridib ortaya çıxarda bilirdi. Bu elmi tapmışdı və bununla da kimyanın bu sahəsini bilirdi və bununla da dövrünün ən çox qızıl satanı düzəldir və satır və beləliklə də Fironla bərabər bir zəngin idi. İnsanlar onun, deməli, Qarunun bayram günü olur. O öz bayram günündə öz elini, obasını yığıb yedizdirirdi və öz mülkünü insanlara göstərirdi. Yəni öz ailəsini, yaşayış tərzini göstərirdi və parat kimi, eyni parat kimi keçirdirdi və insanlar da baxıb deyirdilər, aman Allahım, bu nə gözəl həyat yaşayır, bu keyf edir. Nə olardı biz də belə bir həyat yaşamış olaydıq? Qasas surəsi 79-cu ayə. Yə leytə lənə mislə mə utiyə Qarunu, innəhu ləzu həzzin azim. Bəh, Qarunun həyatına baxın. Nə olaydı da biz də belə bir həyatı yaşamış olaydıq? Bu nə keyf edir? Bax, insanlar bunu arzulayırdı. Həmən gecə zəlzələ olur. Qarunun bütün sarayı içindəkilərlə birlikdə, şənlənənlərlə birlikdə hamısı batırlar qumun altına. Sovurur torpağını. Torpaqda çökmə olur, qəflətən çökür, hamısı batır torpağın altına. Mısırdır da, təsəvvür edin, ətrafda qumsaldır, qum da üstünü bağlayır.
İndi bəzi arxeoloqlar araşdırırlar, bəzi tapıntılar tapırlar yerin altında, sərvətlər tapırlar. Əslində onlar gerçəkdir, tonlarla qızıllar yatır. Təsəvvür onlardan biri də Qarundur. Qarunun sərvətini, çünki Qarunun qissəsi Tövratda da var, Quranda da var. Bunu bilən ingilislər dayanarmı? Dayanmadan Misri axtarırlar ki, o Qarunun mülkünü tapaq. Tonlarla yeryüzünün birinci qızıl düzəldən adamıdır. Gör nə qədər qızılı olub onun. Və onu hey Misirdə axtarırdılar. Bax, onu arzulayan insanlar səhər bir də eşitdilər ki, çünki gecə bildilər ki, zəlzələ olub. Kasıbın evində zəlzələ nə eləyər ki? 3-5 taxtanı bir-birinə dayayıb bir dənə ev düzəldir. Maksimum o aşacaq, təzdən qaldırıb düzəldir, özünə bir palçıqdan ev eləyir. Kasıb sadə düzəltdi, içində olanlara da heç nə olmadı. Onlar gəldilər, gördülər ki, aman Allahım, Qarundan bir əlamət qalmayıb. Elə bilginən ki, onun evini qaldırıblar, oradan yerini də düppədüz ediblər. Onlar dedilər, Allahım, nə yaxşı biz Qarun kimi olmamışıq. Məhv olub gedəydik. Gördünmü, yersiz arzular həm insanı təkəbbürləndirir, həm də insanı asi eləyir Allaha. Bəzən çünki arzunu öz başına buraxanda arzular insanı Allaha qarşı çıxardır. Yəni, belə olmasaydı, belə olsaydı kimi sözlər dilimizə gəlir. Ona görə dəyərli insanlar, sahilsiz dəniz olan arzularımızı kontrol edək. Əlimizdə olanlarla razılaşaq. Neçə-neçə insanlar vardır ki, biri ilə evlənib, amma deyir, filankəsi də alsaydım, daha doğrusu filankəslə evlənsəydim, atası zəngin idi, indi mənim həyatım yaxşı idi. Və yaxud da ki, filankəs mənim övladım olsaydı, onun atası olsaydım, indi mənim vəziyyətim belə yaxşı idi. Heç vaxt belə arzular etməyin. Nə öz sevdiyini, nə də əlində olanı alçaltma. Onun dəyərini bil. Bilginən ki, səni buna qismət edən Allahdır. Bu övladı sənə verən, bu evliliyi sənin üçün planlaşdıran sənin Rəbbindir. Allahın sənin üçün seçim etdiyinə asi olma. Bu yalnız dinsizlikdə belədir. Yəni, dinsizlikdir, o səni uçuruma aparır, o səni küfrə aparır. Belə olanda insan bunun əksini düşünür. Yoxsa dünya malına görə, gözəlliyə görə, sərvətə görə, yəni arzularını puç etmə. Öz arzularını düzgün dəyərləndir. Arzularımın qədrini bil. Allahın sənə verdiklərinin də qədrini bil. Və arzulayarkən çox uzun zamanları arzulama. Qəlbini Allah ilə məşğul et. Allah ilə tez-tez sual ver. Qəlbinə sual ver. Mənim arzularımın içində nə qədər arzu cənnət arzusudur, Allahı görmək arzusudur, Allah ilə söhbət etmək arzusudur. Görürsən, biz arzu edirikmi, Allahım, mən həmişə gecə namazı qıla bilim. Görürsən, belə arzumuz varmı? Əlbəttə ki, var, inanıram var. Amma bununla dolduraq qəlbimizi. Allahım, mənə sonuna qədər gecə namazı qılmaq qismət et. Allahım, yalvarıram sənə, ömür boyu mənə oruç tutmaq qismət elə. Allahım, mənə zəkat vermək qismət elə. Mənə hər dəfə həc, ömrə ziyarətləri qismət elə. Bununla arzularını doldur, qəlbini. Sənin ruzunu Allah yazıb, o sənə gələcək. Allah Subhanahu Bakara surəsi 125-ci ayədə buyurur ki, وَمِنَ النَّاسِ مَنْ يَتَّخِذُ مِنْ دُونِ اللّٰهِ أَنْدَادًا يُحِبُّونَهُمْ كَحُبِّ اللّٰهِ İnsanlardan eləsi vardır ki, Allah'tan qeyri bir şeyləri Allah'ı sevirmiş kimi sevirlər. Bu bəzən insan olur, bəzən vəzifə olur, bəzən əşya olur. Misal üçün, insan vardır, varı dövlətini elə sevir ki, gündə gəlir, baxır, sayır, yerinə qoyur, planlar çizir. Və yaxud da ki, insan vardır, birini elə sevir ki, qəlbi onunla məşğuldur. Hey qəlbində onun sevgisidir. Hey onu düşünür, hey onun planlarını çizir. Allah isə deyir, insanlardan eləsi vardır ki, Allah'tan başqasını Allah'ı sevirmiş kimi sevir. Amma möminlərə gəldikdə isə onların ən şiddətli sevgisi
yalnız Allah'dır. Çəş ki, sən görəydin o zalimlərə verilən əzabı. Yəni o qəlbini Allah sevgisindən başqaları ilə dolduran, başqalarını Allah kimi sevən nə qədər insan vardır. Hey imamdan danışır, hey övliyalardan danışır, hey filan kəslərdən danışır. Deyəndə Allahdan niyə danışmırsan? Deyir Allah bizim iman gətirmişik də, Allahı ən çox sevirik. Sözdə Allahı çox sevirik deyir. Gerçəkdə isə yalan danışır. Onun bütün həyatı qurulmuşdur. Hansı isə bir şəhid olmuş birinin, hansı isə bir alimin, hansı isə bir hörmətli birinin eşqi ilə dolmuşdur qəlbi. Dəyərli insanlar, qəlbimizi, arzularımızı, zehnimizi Allah ilə nurlandıraq. Allah ilə dolduraq. Allah şahiddir ki, yalnız o zaman bizim köksümüz, sinəmiz fərəh içində dolacaq. O zaman biz həyatın heç bir acısını hiss etməyəcəyik. Verilən acını biz zövq görəcəyik. Çünki sən bilirsən ki, sənin Rəbbin səni o qədər sevir ki, sənin ayağına tikan batanda tikan. Allah deyir, ey mənim mələklərim, mənim qulumun filan günahı var idi ha, onları silin oradan. Çünki ona tikan batdı. Bir nəfər möminə sataşanda Allah deyir, mən o adamdan artıq müharibə elan edirəm. Mənim dostuma sataşdı. Sənin Allah kimi Rəbbin var. Ona arxayın ol, ona təvəkkül et, özünü ona ayarla, onunla məşğul ol, o sənin işlərinlə məşğul olacaq. Allah sənin ruzunla, şəfanla, düşmənlərinlə Allah məşğul olacaq. Sən isə Allahla məşğul ol, gül, keç. Elhamdülillah de, get. Qoy onlar desinlər ki, bu qorxaqdır. Qoy onlar desinlər ki, buna nə istəyirsən etmək olur. Allah şahiddir, sənə heç nə edə bilməyəcəklər. Sənə heç bir zərər vura bilməyəcəklər. Zərəri Allah vurur. Allah zərər vurandan sonra o məhv olacaq. Sənə isə heç nə olmayacaq. Ruzun gələcək, şəfan gələcək. Sən yetər ki, beynini, qəlbini məşğul et Allah ilə. Ona görə dəyərli insanlar, istəyirsənsə ki, qəlbin təmiz qalsın, arzularını kontrol et, arzularını cilovla, çox dərin arzularla məşğul olma, arzularının içində daima bu olsun. Allahın kitabını öyrənim, xeyir işlərlə, ibadət edim, yaxşı işlər görüm, bəli, övladımı böyütməliyəm, necə edim, amma bu arada bunları bil ki, bu işləri sahib çıxan Allahdır. Gördün ki, çətinə düşürsən, de, mənim Rəbbim, mənim övladımı böyüdəcək. Necə ki, bizi böyətmişdi, bizdən sonrakiləri də o böyüdəcək. Bizi atamız böyətməyib ki, bizim atamızı da atası böyətməyib. Bunların hamısı Allahın kontrolundadır. Amma bizim üzərimizə düşən bir işlər var, yəni bu o demək deyildir, biganə ol, heç bir fərqinə varma, yox. Amma ki, dərinə getmə, qəlbini məşğul etmə, qəlbini burax Allaha, qoy Allah üçün qalsın, orada ancaq Allah olsun. Qəlbində heç kəsi buraxma, heç kəs ora layiq deyil, heç kəs ora layiq deyil. Peyğəmbər olsun, şəhid olsun, kimdirsə qəlbin sahibi Allahdır. Bütün digər sevgiləri isə vardır, əstəğfirullah. Yəni, Peyğəmbəri sevməsən, mömin deyilsən. Onun səhabələrini sevməsən, onun əhl-i beytini sevməsən, heç mömin deyilsən. Amma ki, onları başqa yerə qoy. Onların yeri başqadır. Allah ilə məşğul ol. Daima Allah ilə. Onlar yadıma düşəndə ibrət üçün düşsün. Ki, onlar kimi yaşamaq kimi. Belə, amma Allah ilə məşğul ol, onunla danış. O sənin bütün işlərini görəcək. O səni evinin içində yedizdirəcək. O sənə heç kəs yox idi, su ilə şəfa verəcək. O sənə bir ələvi başına qoyub oxuduğun Qur'an ayəsi ilə şəfa verəcək. O verəcək sənə. Heç bir ölkələri də gəzmək lazım deyil. Belə dəyərli insanlar, yəni bizim ümumi məqsədimiz məlumdur, biz elmi dəstəkləyirik, oxumağı dəstəkləyirik. Amma ki, bəzən insan bu məsələdə aşırıya gedir, aşırıya getməyək, heyfdir qəlbimiz, ən gözəl yer qəlbimizdir. Oranı Allah üçün tutaq, Allah ilə dolduraq, qalanı hamı işlər düzəlib səhmana düşəcəkdir.
Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.